Allah belə bir şeyi hamıya qismət eləsin. Diləyi ilə elə hamınızı salamlayıram. Mənim əziz və dəyərli izləyicilərim və bu videonu izləyən hər bir kəsi. Dənizə sıfır məsafədə Novxanı Pirşaha yolunun, magistral yolunun birinci cərgəsində, dənizə sıfır məsafədə hər bir şəraitindən tam hazır, yaşayış üçün adam ayağı değməmiş lüks villamızı sizlərə təqdim və təqdimat edəcəm. Həyətində hovuzu, manqalxanası, bisetkası, dörd bir tərəfdən hasarla məsafəsi, bir dənə gözəlliyə bax, adama ləzzət edir də, Qurana and olsun. Qaqaş, 150 kvadrat kürsüdə kommunikasiya cəhətdən heç bir problemi yoxdur. Qaz, su, işıq, internet, kanalizasiya hamısı quraşdırılıb. Köç yaşa bir şeydir. Yəni köç yaşa bir şeydir. Manqalxanaya bax. Bax hasarın o özü magistral yoldur, Pirus yolunda o özü dəniz. Adama daha nə lazımdır qaqaş? Bax hər bir tərəfdən məsafəsi. İndi inşallah bir dənə keçək. Həyətdəki tam daş döşəmə səliqəli. Keçək bir dənə evin içinə inşallah. Ya Allah, bir dənə evə bax. Bir dənə gözəlliyə bax. Səliqə səhmana bir dənə diqqət elə. Qardaş tam təmirli, fulu. 150 kvadrat. Damafonunacan, çük pultla qapısınacan var idi ya, ürəyin istəyən. Mətbəx mebeli quraşdırılıb, yerləşdirilib. Yataq otaqları xaric bütün ara kəsmələr, mətbəxi, dəhlizi hamısı toplub oldu, istif oldu qardaş. Bax, geniş mətbəx studiyası, səliqəli, müasir üsluba uyğun sanuzeli, 3 yataq otağı, ümumi 150 kvadratda, paket, torpaq, ev, kupçalı, tam ipotekaya yararlı, istər nağdalışda, istər ipoteka yolu ilə alqı-satısını eləmək mümkündür. Baxın, bu ikinci yataq otağımızdır. Həqiqətən gözəldir. Tavanlar asma tavandır, pərdələrinəcən asılıb, bir dənə əşyalar və mətbəx mebelimiz var. Yataq otaqlarının mebelini gətirirsən, quraşdırırsan, ayaqqabılarını çıxartıb, girirsən içərisinə, başlayırsan özün üçün xoşbəxt həyat tərzi yaşamağa. Bu üçüncü yataq otağımızdır. Yataq otağından pramoy həyətə gözəl açılışı var, görünüşü var. Həqiqətən gözəldir. Bu da bizim sonda sanuzelimizdir. Hər bir aksesuarı yerində. Demək, bir daha təkrar edirəm, bütün kommunal xəttlər quraşdırılıb, kanalizasiya